Demək uşaqlar, bugün yenə epik olmayan TikTok keşfetimizə baxacağıq. Bu səfər inşallah daha yaxşı videolar çıxar. Öncəki bölümü buradan baxa bilərsiniz. Çox videolar var idi. Videolar. Baxın videoya başa düşəsiniz demək. Bugün də yenə onlara baxacağıq. Onlara baxmarıq inşallah. Səhv Allah ağzımdan eşitməsin. Xahiş edirəm bu səfər. Və gedək. Görələ qarşımıza nələr çıxacaq. Bu nədir? Bu nədir Allah? Azərbaycan metrosudur bura. Azərbaycan metrosu çox arxada şey var. Ekran var bizim metrolarımız. Rusya yəni. Oturacaqlar falan eynilə bizim üçün oxşuyur lan. Görürsən? Allah namusu qızlarımızı qorusun. Biliyorsun ki, indi cavabında deyir ki, evə gec gələcəm. Sən ev gec gəlsən bilsən nə qara? Üzürlü sayda biz gənc ailəyik. Məcburuq səni qoyaq qocalar evinə. Amma söz verirəm ki, haçansa mən gəlib səni buradan götürəcəm. Oğul. Qoymağına qoyun. Amma onu bilin ki, nə vaxtsa sizin də evladınız olacaq. O da böyüyüb sizi mənim kimi. Vay, gecikdim. Gəlib maşının içində başlayalım söhbətə. Yaxşıdan qoy deyəcəkdi. Yəqin sən evdə belə danışırsan ki, o cürə sən qocalar evinə qoyublar. Qocalar evinədir. Bir dənə ev tutmaq yəni bu qədər çətin mi olar? Prosta görürsən elə qocalar evində məsələn yemək içməyə pulsuz mu verirlər? Prosta sanmıram. Yəni ora qoyan adam məncə onun pulunu qarşılayırdır böyle şey. Teknolojiya. Sən öyle əsl analara lazımdır. Dəqiqə başı evin uzunluğunu çağırılması, pərdə asmağa. Duz gətir. Nə mənə? İranlıların videosu. Duz gətir, duz. Eşitmirəm səni, nə deyirsən? Duz gətir. Bu Azərbaycan danışırlar, arta ərəbcə yazılır. Nətər olur ya? Səlam. Sənə buyur qardaş, gecə yaz burada nə yaşıyorsun? Bacı, valla mən aşağı həmsəyəm. Bu boğazı cırıldı. Gəl bu duzu ver ona. Ama bunu ilk işlə seçmiş də bu arada. Prosta bunlar ilk işlə götürüblər mənim fikrimcə ya da onlar başqa birinə götürüblər. Məlumatım yoxdur. Ancaq ilk dəfə ilk işlə görmüşüm. İlk işlə görmüşüm. Görsən tərcih edir. Millət hardan gəldi ət alıb bütün binanı iyi götürür. O bir sənə tərdir. Keyfiyyətsiz ətrin iyi daha pis gəlir deyə. O cürə sənə daha pis vurur da. Başa düşürsən? Diqqət çatışmamazlığı. Ah ilan. Ha. Saxla bir Bir anda video keyfiyyət gəldi. dənə qoduq. O zübür. Mənlə sən ala. Allah xiyarsan sən. Başa düşmədim. İstəyirsən başa salım üçün belə bərkdən mahnıya qulaq asırsan. Nəyə görə? Çünki səndə diqqət çatışmamazlığı var. Ay lom. Sən başa düşürsən ki, nə bacarığınla, nə bit fasonundan, nə də ağlından insanların diqqətini cəlb eləyə bilmərsən. Ona görə belə səviyyəsiz üsullara əl atırsan. Adama random bir şəkildə emotional damage verməyə başladı. Səviyyəsi nə olur ki? Allah səviyyəsizsən də ay eşşey, sən başa düşmürsən ki, ətrafdan hamilə qadın keçir, qoca kişi keçir, kimsə öz evində yatıb, kimsə ürəyi xəstəsidir. Sən də bu bayağı mahnılarla onları narahat edirsən. Ay baram. Düz deyirsən qardaş. Razıyam səndən. Necə belə tez razılaşdın? Bunları mənə belə izahlı başa salan olmayıb axı. Çox sağ ol. Xoş oldu. Mən də deyirəm niyə belə rahat bir şəkildə qəbul edirlər də. Bu qaqaşın gözləri qəşəngmiş. Bu saqqalı falan sarıdı, gözünün içində sarı idi deyirsən. Ayılan kim gözəlləşən qızlar. Ayrılmalıyıq. Çünki hal-hazırda bizim sonumuz yoxdur. Problem deyil. Bravo. Ayrılaq deyirsən, ayrılaq da. Anlayışın üçün təşəkkür edirəm. Sənə daha yaxşı həyat arzu edirəm. Anladım. Əslində sən çox yaxşı oğlansan. Məndən daha yaxşılarına layiqsən. Çox sağ ol. Onsuz da mən bilirdim ki, bizdə axır əvvəl alınmayacaq. Belədir də, qismət. Sağ ol. Bu bilsən nətərdir? Əlinizdə olan dəyərini bilmirsiniz. Bir şey ki, nə vaxt ki əlindədir, onda heç vaxt onun dəyərini bilmərsiniz. Nə vaxt ki əlindən çıxacaq, ondan sonra sənin üçün daha əl çatmaz və dəyərli görünməyə başlayır. Bilirsiniz niyə gözəlləşir? Çünki artıq həyatında onun enerjisini, gülüşünü, hər şeyini qarşılayan dirdirçi heyvanat olmur, onun üçün də gözəlləşir. Bravo. Ona da qışqırmaqla səs çıxmır. Nə oldu Qara? Nə oldu? Bu nədir görmüsən? Qara qorxma, hallıvındır, hallıvın. Nədir? Hallıvın. Hallığın? Hə. Əldə nə hallığını görmürəm yox. Allah o günlərdə metroya minirdim, hə. Bir balaca uşaqları idilər. Başdan bir sənə keçmişdi. Belə dəmir kimi şey taxtadan düzəltmişdi. Burası da kilit kimi bir şey var idi. Bax beləncələ başını tutmuşdu belə. Kask kimi bir şeydir də. Vay baxıram deyirəm ki, bu nədir də bunun başında? Deyirəm bəlkə dişində falan xəstəliyi var. Burası da dişin bir tutur falan edir. Sonra birazdan tutub ki, belə temalar üçün ki, bəzəklərmiş. Bu arada heç keçən illərdə falanlarda bu Halloween bizlərdə heç keçirdib qeyd eləmirdilər və ya heç belə sifətin falan rəjləyən adamlar görmürdüm. Rəjləyən qızlar görmürdüm bu arada. Kişilər eləmir bu arada. Ancaq qadınlar, qızlar falan edir. Bu ildən başladılar. O düzü. Bursa. Ben video çekeceğim. Belə görmür. Effekti çekelim gümrükte düşürsün. Ne çekeceğim? Nerede? Yine ilanla gelmişsen. Git bak ilan yerindədir. Gidiyor. Allah qəlimdə ilan yoxdur.
Canlıdasan? Yox, az canım spamdadır. Sən effektini çəkirəm. Video düzəldəcəm maraqlı sənə. Bunlardır. Ala ilan var qıraqda. Sizi bilindi gördüm ala. Ala mən də deyirəm tema nədir? Oxla da qoyublar ki, kora göstərən ki, orada ilan var. Mən indi gördüm, siz bilə qalsın. Sevgilim makyajsız tanıyamadım şaka. Hanımefendi yanlış bindiniz herhalde. Burası taksi değil çünkü. Ne? Taksi değil. Yanlış bindiniz herhalde. Taksi durağı arkada. Oraya gidebilirsiniz. Ne saçmalıyorsun hayatım ya? Ne hayatım tövbe tövbe 3 Temmuz'da benim nişanım var ya. Siz ne anlatıyorsunuz hanımefendi? Niye bindiniz benim arabama? Delirdin mi sen ya? Ne? Mi? Mi? Ah hayatım. Ses tonundan tanıdım. Çok özür dilerim. Makyaj yokken bazen benim kafa gidip geliyor ya böyle. Tamam vallahi bir daha olmayacak söz. Abi bu ne zarfı oldu? Paris Berlin'de yani. Neyse başa düşürdüm ben seni. Arkadaşlar çok pardon. Ya şu ileride cüzdanımı düşürmüşüm de bir 2 dakika bıraksam. Gelsem oğlum. Teşekkür ederim çok sağ ol. Allah razı olsun. Hemen geleceğim. O kanka değilse ben eşya bilmem. Ha? Kimse orada. Arkadaşlar hoparlör nerede? Abi çocuk aldı kaçtı ama. Saçmalamayın arkadaşlar. Hoparlör nerede? Abi abla aldı. Kim aldı ya? Kim aldı? Abi bak şurada. Geçerken Sen kimsin oğlum? Təbii dedim, alsaydı, qaçsaydı, bir də heç gəlməsəydi, məsələn, daha kişi desəydi ki, daha heç nə də alıb qaçıblar, nəsə sağ olun desəydilər, bu qızlarda bayağı bir travma falan saxlayardı da. Əgər pulkanı düzəltsəz ödəniş etməyəcəksiniz. O çevirmək üçün putulkaları tam dolu olmamalı, nəsə. Azə temalar. Öz 2 universitet bitirib. 3 dənə xarici dil bilir. Abının ismətinə söz ola bilməz. Bizim burada nə işimiz var? Duraq ki deyir, gülçümü qız. Bizim bambura nəfsimizə yaraşır. Kaş məndə də beləsi olardı. Ağlı. Gör nə qəşəng velosipeddir. Ay, Kaş zibila. məndə də beləsi olardı. Bizə qoyum. Olar bir dənə də mən zarafat eləyim. Ha elə də yetim. Yəni zəhmət olmasa deyə bilərsiniz 9. 9 rəqəminə qafiyə yoxdur axı. Görəsən nə deyəcək? Ha 9. Sənin var yox. Siz nə edirsiniz burada? Mama bizi cəzalandırıb. Sənin maman da ağ eləyib ha. Ata, o əmin elə bəcərdi ha? Video yarısı hilaldır bu arada. Sal özürü sən. Uşaqla da başa düşmür. Bu video çox zor idi. Uşaq deyib yox. Ayıb olsun oğlum. Mən sənə belə tərbiyə vermişəm. Nə olsun ki, indi şiir. Ne olsun da ne olsun ki? Sen kaliteli bir erkeksin. Ayrıldıktan sonra eski kız arkadaşını ısrarlarınla rahatsız etmedin. Yani düzdür. Niye ayrılandan sonra zaten birini niye narahat eləsin? Niye yazsın? Sen kaliteli bir erkeksin. Hayırın bir cevap olduğunu biliyorsun. Sen kaliteli bir erkeksin. Seni arabayla alan arkadaşının otopark ücretini ödedin. Sen kaliteli bir erkeksin. Sana anlatılmayanı sormadın, çağrılmadığın yere gitmedin. Ha, bu çok önemli bir noktadır bu arada. Çağrılmadığın yere gitmek. Hakikaten düşüşlük göstercəsində çağrılmadığın bir yere gitmek. Sen kaliteli bir erkeksin. Çünkü bu videoyu beğenip beni takip ettin. Siz keyfiyetli insanlarsınız. Çünkü bu videoya like atıp ve abone olursunuz. Aa tema. Yaxşı fikirdi ya bu arada. Hakikaten xoşuma geldi. iPhone çok sanatım çıktı. Biz daha 17 yeni aldık. Valla geride qalsın. İndi 17 işdən qalıb sən Allah. Qız sevgilidən pul necə alım? Göstərim. Alo, nə arısan? Nərdəsən? Kartında pul var. Mən kartıma 5 min at. Yaxşı, maç. Mənə gəlir ki bu dilənçiliyin yeni səviyyəsi. Bir canlı yayında ya da video qabağında. Çin'de meyve ağaçlarının dallarına toprak dolu torbalar asılmasının nedeni ilginç bir teknik. Buna dal eğme yöntemi deniyor. Ağırlıklar dalları hafifçe büker, böylece öz su akışı yön değiştirir. Görürsən öyle, o cəmatın Çinliləri var ha, beyni zəhər kimişdir, sən öyle deyirəm. Bu kız deyəsən ki, sən videoma da çıxmışdı. Niyə çıxdığı haqqında bir məlumatım yox. Domino's pizza, extra pepperoni. Come on, what a slice. Come on, ya. Hey. Gedirəm pizza sifariş verməyə. Bu xasiyyətlə sənə kimdə özər? Hansı xasiyyətdə? Xasiyyəti görmədik. Xasiyyətdən başqa hər şey gördük. Rusiyada olanlar Aa, yaxşı. Bu nədir o? Gotik qızlar mənim zəifliyimdir. Kömək edin. Bu onsuz da bir gotik qız paylaşıb da, nə kimin adından paylaşırsan da yəni bura. Onların vəsiqə şəkilləri.
Sən bir söz demək kəsin kəsində belə dur burada yəni sən də söz de. Oğlum bu nədir lan? Allah Ebo'nun bir dənə şəkli var idi belə altına belə ərəbcə bir dənə söz yazılmışdı. Eyni baxışırsan. Bu arada mənim üçün də bundan şey deyil də, yəni normal deyil. Göstərə bilirəm professional yəni sonra göstərməyəcəm. Hazır deyəm. Təsəvvür elə ki, bu momentdə risk içəridən ərəb şeyxi girir, çıxardır stolun üstünə 1000 manat pul qoyur. 1000 manat? Deyir ki, bu pul sənindir. Bax hamısı Ay yox, o boyda ərəb şeyx girir içəri, qoya 1000 manat qoyur. töv sənindir. Amma sən bir də elə bil daldan. Mən bir dənə ayaqlığını dəyib gəlirəm. Güney. Neynirsən ey Güneli? Darıxırsan, narahatsan. Yo, darıxmıram. Narahatsansa masaj Güney! edin, rahatlaş. Masaj. Güney! Dur, burada qal. Güney! Güney! Ah, ah, Ha bunun axırı zor idi. kabus gördüm. Can, nə kabusu gördün? Mən sata bilmirəm, mən maşını neyniyim? Aa bu ən zor bu sənə. Aleyküm aziz izləyicilər. Əgər Buyurun, siz buyurun. də mənim kimi fulu bir dənə maşın Zor desən əl deyirəm. Ən qəşəng videolardan biri bu olacaq da. İnşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox TikTok keşf edib bu videoya bir dənə like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə. Dudam qırızar be Allah. Bu nədir Allah? Partlamadı la.